Mədəniyyət Nazirliyinin bu elmi mərkəzinin keçirdiyi bu seminarlar həddən artıq məncə lazımlı və yerində olan seminarlardır. Düşünürəm ki, nəsə gənclər, bugün bizim söhbətlərimizi dinləyən gənclər özlərinə xeyirli nəsə götürə biləcəklər. Buna görə təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Seminarda mənə aktyor sənəti ilə bağlı olan bütün məsələlər aydın oldu. Teatr sənəti ilə bağlı yeniliklər hamısı aydın oldu. Bir neçə sual verdim, suallarımın cavabını aldım. Belə seminarların faydası da ondan ibarətdir ki, gələcəkdə Azərbaycan teatrının inkişaf eləməsi, inkişafı üçün də əhəmiyyət kəsb eləyir, düşünürəm ki. Tədbir çox maraqlı keçdi, həddindən artıq maraqlı idi. Həm pantomim təcrübələri, həm xoreografiya təcrübəsi, həm teatr bilikləri və bunların hamısının bir yerdə vəhdəti həddindən artıq çox maraqlı idi, çox gözəl idi. Bugün ustadımdan da məhz incəsənətin və teatrın arasında olan o körpünü, eyni zamanda teatr və kinonun, istər tamaşanın və insanlarda o tamaşaya olan sevginin hansı hisslər, hansı duyğuları oyatdığını gördük və hansı çətinliklərlə bu yollardan keçdiyini öyrənmiş oldum və düşünürəm ki, bütün gənclər də öyrənməli və bu yolda addımlamaq istəyənlər irəli getməlidir.